Oba! Sağ ol səni Zeyd, sağ ol səni. Hər vaxtınız xeyir dəyərli izləyicilər. Salam aleyküm. Bugün Seyf Motodayıq. Gəlmişik motosikletlərə, kvadrosikllara filan baxmağa. Zeydə də kiçik bir hədiyyəm var. İndi içəri keçək, palet eləmədən onu alacaq. Hər vaxtınız xeyir olsun. Xoş gördük. Zeyd, 5 min görüm. Oh, bravo. Başladıq baxmağa, görək nə var, nə yox. Buna bax da. Bir dənə oturaq bunda. Atanı sür bir dənə. Ay Zeyd, böyüyəndə bir dənə atı yalarsan da bunu. Ala bilərsən? Nəylə alacaqsan? 1000 manatdan. 1000 manat təşəri deyil bu. Ata, çatdıq. Ta, bırak. Ha, bu 2 nəfərlikdir. Otur. Ya, sıxılıq deyə bura. Sıxılıqdır. Etdik. Sür, sür. Girdə yerinə al. Atanın balası da oturan kimi tutdu temanı. Nətərdir? Qəşəng motosiklet ha bu da. Özdə balacalar üçün də elektrik də ha. Atalı balalı ha bu motosikletə yaman gözümüz düşdü. Xoşuna gəlir? Dəhşət bir şey. Ya bir dənə atı üçün bunu xodda. Ocalıq. Qəşəngsən. Ya, atasının sevdiyi ən gözəl motosiklet 450 CLC. Buna bax Zeyd, əjdaha bax dedi ki, ona boydadır. Özü istidir hələ də, kimsə deyəsən xodlayıb qabaqsın. Balaca ilıq da, elə bir istidir. Təkərlərinə bax Zeyd, təkərlərinə bax. Ona boydadır. Rüstəm əmisi bir dənə xoddasın. Tamam. İndidən təhlükəsizlik izah, kəmər. Zeyd bəş sürəcək indidən, təhlükəsizlik önəmlidir təbii ki. Zeyd bunu bas bir dəfə. Ekran açır. Oba, ekrana zada. Oy oy oy. Fikir verdim Zeyd ən çox sporta maraq salır. Özü bacarır. Əla. Bala zəhəri alır artıq. Motorun vayına oturmamış düş dedim. Hə, nətərdir? Sənin üçün bu kaska. Bir dənə baxaq görək. Başından yekədir. Əynibə də giyinə bilərsən, Zeyd. Multfilmdir elə. Və ha bu da Zeydin hədiyyəsi. Balaca bir kvadrosikl. 130 kilodur kvadrosiklı yük daşımaya yükləyib. Promo yollandıq öyümüzə. Təkərən bir yoxlayaq. Çünki təzədir axı bildin. Tax. İndi bur. Təkərimiz adımızı doldurduq, biz sifət eləyək. $110 kubdur, səs sad da pis deyil ha. Başladıq bala sifət eləməyə. Tormuzu unutma. Çevir. Yavaş, qabağıma bax, qabağıma. Hə, sür. Nətərdir? Yaxşı. Qaz ver biraz, azca. Yavaş. Gözəl baba. Hə. Sürə bilirsən, rahatdır? Hə. Əşə, əla. Üstünə yazılıbdır ki, maksimal yüklənmə 70 kilo, amma həbləməyə də 85 kilo pis qaldırmır. Yüklədik maşını. Buramaya ələtə gedirik orada off-road damağa. Gəyək dənizin qırağında zadda yoxlayaq görək nətədir. 110 kub motor, uşaq üçün də maksimal sürət 45-də limitdəniddir. Hidravlik əyləc sistemi, qazı tənzimləmək olur ki, uşaq çox sürətli getməsin və yaxud sürəti artıra bilsin. Yanacaq çənidə 6 litr yarım. Başım Zeydlə çıxırıq bir dənə yola, gəlmişik off-roada, burada ələtdə. Bacanağımın motosikleti ilə mən götürmüşəm, biraz M50 düzü sürməmişəm. Yolda yıxılıb zad eləyə bilərər. Hazırsan sürməyə? Hə. Getdik onda. Ya Allah! Biraz M50-ni sürmək çətindir. Güzgü zad da yoxdur. Amma sürməyə çalışacağam. Yavaş, tələsmə Zeyd, tələsmə. Ay sağ ol, bala get. Gözəldir. Xoşuma gəlir. Qəşəng də gedir ha. Dön sağa, yavaş. Ay sağ ol, yavaş. Maşın gəlir, qıraqla get, qıraqla. Yaxşı. Ay sağ ol, qıraqla. Ha, dön biraz da qırağa get, biraz da. Yavaş, qıraqla get. Ay sağ ol. Sürə bilirsən? Hə. Pis sürmür ha, ürəklidir yəni.
Mən olsam heç belə ürək eləmərəm. Yaxşıdır, bərk getmə Zeyd, yavaş. Basıb qaza. Sürən olacaq, bu sürən olacaq. Görərsiniz. Daşlıqlarda fikir verin, qəşşək gedir ha. Mənim avtosiketim altından qaçır. Bebep! 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 Siqnallar gözəldir. Sürmə zadlar çox gözəldir. Xoşuma gəlir. Keçmə, keçmə Zeyd, keçmə. Keçmə Zeyd. Avtoşluq eləyir, evet. Keç suyun içindən. Gözəl. Yavaş, yavaş. Üstündə palçıqlı su elədi. Arada qızışır biraz, adrenalin gəlir. Nə oldu, üstünü su elədin? Hə. Məndən böyrəklərim töküldü bu əməlliklə. Mən buralardan necə çətin gedim. Zeydin nə vecinə minib seyfi kvadrosiklına, vecinə deyil, 4 təşənnəmə zülüm çəkirəm burada. Dənizin küləyi də vurur. Zeyd, bunlar nədir belə yerdəkilər? Yerdəkilər bax qulaqları. Gözlə Zeyd, gözlə. Zeyd, gözlə. Gör nətər bərk edib çata bilmirəm ona. Nətər gedirsə çatamıram. Ha, yavaş çatamıram sən. Səliqəli sürür. Hə, qalx. Oy. Nətər gedir. Çox super bir şeydir da bu kvadrosikl. Ləzzətlidir. Dəniz qırağı nə gözəldir. Bəh, bəh, bəh. Yavaş, yavaş. Əla. Qəşəksən, get. Yaxşı, daha fara. Dənizin qırağına gəlmişik indi. Gedək görək performansı necə olacaq qumda zətdə. Hazırsan sürməyə? Gəl görək necə keçirsən buradan. Torumuzu bas yavaş yavaş. Gözəl. Ne gözəl yerdir. Heç atam bura gətirməmişdi mənə qumlarda sürür. Kişinin oğlu drift eləyir. Əla, əla. Ya, oba! Sağ ol səni Zeyd, sağ ol səni. Davay. Oba! Hə, belə 2 nəfər də pis getmir. Zeydin xalası qızı 10 yaşı var, o vəbşə təmiz rahat sürür. Zeydin dayısı minib sürdü ki, baxın, nətər sürürlər. Geri öyə qaydan başı bir reis mən də sürdüm. Belə 85 kiloyam hardasa, amma mənə rahat belə aparır. Sürüşümüzün sonunda kvadrosiklı qəşəng bir dənə çim-çim elətdirdik. Sev Motoya bu gözəl kvadrosikl üçün təşəkkür eləyirik. Yaxında mən də buradan qəşəng bir dənə fərqli motosiklet götürəcəm. Görək nətər olacaq, izləmədə qalın. Belə dəyərli izləyicilər, bundan növbəti videomuzun yenə sonuna çatdıq. Videomuzu bəyənib kanalımıza abunə olmağı unutmayın. Sağ ol.